Görürsən, həmişə deyirəm ha, müəyyən səviyyə ərəb dilindən bilin. Görürsən nə qədər məna qəşəng ortaya çıxartdı burada. Deyir, sözü deməli, sözünün cəmidir və ummi də sözündən yaranır, ümmətdən yox. Ümmət fərqlidir, fərqlidir. Hətta ümmət, yəni nə? Yəni cəmiyyət, müxtəlif qrup və təbəqələrdən ibarət xalq kütləsi demək deyil. Orada deyir. Yəni müəyyən bir kütlə. Ümmət demir. Ümmət müəyyən bir, belə dedim deyəsən, qarışdırmasam. Ümmət müəyyən bir kütlə. Ümmətlə insanlar. Biraz xüsusi mənadır. Yəni, xüsusi bir qrup mənasında. Xüsusi qrupların içərisindən çıxarılıb. Bütün ümmət demir orada. Yəni, müəyyən bir kütlə, ümmət bütöv kütlə. Hətta ümmət, yəni cəmiyyət müxtəlif qrup və təbəqələrdən ibarət xalq kütləsi demək deyil. Ümmət, yəni bütöv xalq kütləsi demək deyil. Bundan da gülünc məsələ, Qəsəs surəsinin şəhidlər barəsindəki 75-ci ayəsini dəlil gətirirlər. Təkərləm. Baxın, buraya yazdı. Hətta ümmət, yəni cəmiyyət, müxtəlif və qrup və təbəqələrdən ibarət cəm kütləsi demək deyil. Gətirilər sonra şəhidlər haqqında ayə. Yəni, cəmaat fərqli bir şeydir, ümmət fərqli bir şeydir. O gün hər ümmətdən öz peyğəmbərləri olmaqla bir şahid çıxardacaq və müşriklərə Allaha şərik qoşmağınızın lüzumu barəsində, yəni vacibliyi, lazımlığı barəsində dəlilinizi gətirin. Yaxşı. Bu ayəni belə təfsir edirlər və əslində dəyişdirirlər. Biz hər ümmətdən, Quran nə deyir? İslamın ilk ayəsi nə olub əmri? Oxu. Bi ismi Rabbik. İqra bi ismi Rabbikəlləzi xaləq. Allahın adı ilə. Niyyət Allaha xatır olmalıdır. Bismillah deyib başda elmə. Deyirlər, din belə, elm belə. Yox, hələ din hələ özü elmdir də. Din elmə üstünü verdiyi üçün kör-körünü təqlid etməyin deyə deyir, oxu, iqra, oxu. Ancaq mərsiyə, rozə yox, deyir, Quran oxu. Gücü qoymayaq sırf mərsiyə, bu Quran da oxuyaq ki, biz adımız müsəlman, Quran bizim əlimizdə olduğu halda bizim zəif yerimizi bilirlər, Qurandan bizə hücum bilirlər. Əvvən demişəm bunu. Bizim zəifimiz Qurandandır. Qurandan olduğu üçün ateist də, deistə, Quranı da, bu, hamısı bizi oradan bağlayırlar. Niyə? Biz Qurana çox meyilli deyil. Açıq mən deyirəm. Əvvəl demişəm, 2 əmanət var. Əhl-i Beytlə Quran. Biz yapışmış Əhl-i Beytdən, yapışım qeyri-şiələr Qurandan. İkisi də səhvdir. Peyğəmbər Əhl-i Beyti də bizə əmanət tapşırıb. Quranı da. Demir, Əhl-i Beytin məclislərində ancaq yığış, amma Quran məclisindən yığışma. Demir, ancaq Əhl-i Beyt üçün ağla, amma Qurandan mariflənmə, faydalanma. Deyir, ikisindən də müqayət olun. İkisindən birinə biz sadiq olmasaq, biz vəfalı sayılacaq. Biz əmənət sahibi sayılacaq, yox. Adımız müsəlman, amma Peyğəmbər bizə Quran tapşırıb, bizim uzaq başa Qurandan nə olacaq? Qəşəng avazın muğamla Quran oxuyaq. Vəssalam. Bəs elmi, bax Qurandan bax belə kənardayıq, bax bu kitabı oxuyun. Çox yəni sizdən həm xahiş, həm tələb edirəm. Bu kitabı oxuyun. Cəmiyyət Quranda kitabı var. Mən atmışım qrup həmin şəkli. Quran ayələrindən cəmiyyət. Sən cəmiyyətin tanımasan, təbliğ mümkün deyil. Cəmiyyətin dilin bilməsən, təbliğ mümkün deyil. Danışacaqsan, xeyir olmayacaq. Bax, bu ayədən qəşəng istifadə edirlər, insanı bir də əsməsi bağlayırlar. Quran oxuyaq, bu dərsdə iştirak edir, ancaq elə məsələn üçün ancaq mərsiyədir, ancaq zikirdir, yaxud bunu kimi oxuyacaq? Və bu kitab nə üçündür? Bu dərslik nə üçündür? Daha savadlı olar da. Bax, elementar şeydir bu. Hələ ərəbisini də qoy kənara. Diqqətlə oxuyan tərcüməni məna anlaşılır. Biz bilmirik, ayədən xəbərimiz yoxdur deyə, tərəf bizə hücum edir və ondan bağlayır. Deyir, bax, sənin Qurana var da bu. Biz görürük, alım neyinə? Allah lənət eləsin. Bu iş deyil ki, bu. Lənətlə din təvəl edirlər. Elmi ortaya qoy. Neyinə? Ayə oxumaqlarla. Yəni, bu mövzu baxımından çox qəşəng kitabdır bu. Tematik mövzudur da, təfsir mövzuudur. Mövzu baxımından qəşəng. Cəmiyyətə danışıq, danışıq nədən? Tarixi məsələdən. Ayəni belə təfsir edirlər. Belə
dəyişirlər əslində. Bəs bizim nə xəbərimiz olur? Ruhumuz zəncəmir, çünki biz elə incimir ruhumuzu, çünki xəbərsizlik. Xəbərimiz olsa, nöqtə dəyişən xəbərimiz olacaq. Qurana xəbərdar olanda, nöqtənin dəyişən olacaq xəbərdar. Biz hər ümmətdən şəhidi, nədir şəhid? Allah yolunda candan keçən. Biz hər ümmətdən şəhidi ayağa qaldırırıq. Yəni nə? Yəni onu inqilabı şəxs edərik və o halda ümmətlərə deyərik ki, hər biriniz öz dəlilinizi, yəni sübutlarınızı Allahın yolunda candan keçmiş və şəhid olmuş inqilabı şəxsə gətirin. Yəni sizin hanı bəs o dəlilləriniz? Nədən danışır burada? Şəhidlərdən. Deyir, hələ o sizin dəliliniz. Nədir dəlil? Yəni sübut, deyir, o şəxs ki, şəhid olub, o gətirin qoyun ortaya. Qiyamət günü Allah müşriklərə müraciət edib belə buyuracaq ki, şərikim olduqlarını iddia etdikləriniz bütlər haradadılar? Deyiriz, abid burası Allahın şərikidir. Bu hanı olar? Səhkim eləsin. İkincisi, nəzənə sözünün mənası ayıracağıq deməkdir. Nəzənə, yəni ayıracağıq. Bura kimisi baxsa ərəbsinə, orada qaşa qeydilib. Onların dedikləri kimi ayağa qaldıracaq demək deyil. Dilə ola görsən, orada nəzənə sözünü başqa mənə ifadə edirlər. Dilə qaldıracağıq. Yox, elə deyil. Nə də mənası? Ayıracağıq deməkdir. Deyər sözüm görsən, fərqli mənası insanın təsirli düşüncəsində.